Allah'ın salamı olsun. Demirəm çünki mən deməklə deyil, Allahımız Quranda buyurur. Salam olsun hidayətə tabi olanlara. Neynədir? İçdi. İçi oturur. Aha. Aynen. Aha. Biz də məktəbdə gedirdik, Orzubatda yığılırdıq, gedirdik kinoya. Ben de görürüm. Bunlar görürsünüz, yaxşı şey eləməmişsən bunlardan sonra eləmişəm, yaxşı kimlər? Elmanla, sonra güzələ gedirsiniz, sevişmə qururduk sonra, cizlin öpüşürdük sonra, bir dəqiqə və günah deyil, qonşu, yaşında səsini al. Davay. Nə xoşbəxt əvvəllər. Nə demək istəyir? İndi oğlan dərd çəkir, əvvəldə var idi, araq içir, sonra sigarası da var. Mən müharda sigaret çəkir. Olmaz axı. Evlənəndən sonra yox, belə elədirsə bununla mənə deyir sözlü qısa. Məsələn, qadınla kişi vacibdir evlənsinlər. Çünki insan Allahımız da Quranda buyurur ki, subaylara neynəsinlər, vasitəçilik etsinlər, evləndirsinlər. Amma ki, görsən bəxtəvərdir. Amma niyə o sigareti çəkir, niyə kinolardan da öyrənidir? Elə sigaret, Hind kinolarını sevirdik. Arağı içdik, belə durdu. Sən də cimri yedirdin sanki, çox yerdə. Öyle cimri sevirdim, müğən deyirəm. Artist kimi, yəni necəydi, yaxşıydı o mənada. Cimri kinosunda. Sonra baxırdım. O sigaret çəkirlər, araq da içirlər. Yaxşı, bir an evlənmək barəsindən sonra olmaz axı. Sigareti 3 manat pul verməkdən sənin ağzından verilir. Gedib, o deyəcək, ben depresiyadan çıxardır. Ondan sonra 2 kilo mandalina yeyirsə, ya da elə keçir sezon meyvələri var. Geçər, ürəkdə nə gəldi ki, doşa düşdü ki, mən Allahdan idi, şeytan. Allahdan idi, doşa düşdü, bəli. 3 manata nə bilir, o qədər meyvə qurları alıb yemək olardım, depresiyadan da çıxar. Yaxşı, amma meyvə qurlarına mən deyir, milçək dərmanı vururlar, çıxarıb olmasın. Mən özü soruşmuşam, satan adam deyir ki, elə deyirlər. Ona görə də onları yemək lazım deyil. Əslində, Orzubatda qurudurduq, yiyəcək, milçək dərmanı vurmuşuq. Və həqiqətən də bir çox yeməklər var ki, insan səs yerində buna. Adam depresiyadan çıxır və aylar nə gözlər mahnıdır. Bunun yalan deyir, canım deyirsə, heç kəsin canı deyir. Şöyle. Sigareti nahiyyədə çək, buradan öyrənirlər, kim olacaq. Sonra nə öyrənirlər? Arıq içməyi, gülməyi, ağlamağı. Uşaq vaxtı adam sevir axı kinolarını. Kino qəhrəmanları.
Burada çiçək elə. Belə gözəldir söz. Amma nə deməksə onu demə. Bax, indi Mələk, aha. Sən dediyin düzdür, mənlə danışmışsan, sözü, fikri toplamağa çalış. Məsəl üçün, deyirlər ki, gedək bir adam, iki adam evlənəndə bir-birindən zaksa getmirlər, çox vaxtda gedirlər. Həm zaksa, həm də kəbinləri olur, ikisi də. Əslində, kəbin səhvdir, çünki hansısa mollanın nəsə yazmağı ilə, ya deməyi ilə tutaq ki, götürək bu adamları Allah ərarvad eləmir. Molla kimdir, nəsə deyər. Zaks əvvəl kəbin idi, indi də zaks adlanır. Kəbin idi əvvəl necə? Yəni ki, əvvəlki kəbinlər zaks kimi idi. Məsəl üçün, tutaq ki, bu qadına, bu kişi, indi başlıq deyirlər, nə deyirlər? Quranda var, yəni nə eləməzlər? Kişilər, nə deyir, onun adı yadından çıxdı, yəni indi başlıq deyirlər, yəni pul verməzlər, ya nədirsə, sonra evlənəndə nələrsə, indi məsəl üçün, oğlan evi qıza cehiz deyirlər, nə deyirlər, apar verir, yəni, cehizi əslində qızın anası verir, amma əslində o olmamalıdır, oğlan verməlidir, çünki qadın və kişi bərabər hüquqludursa da, əvvəldə video çəkmişdi də demə. Deyim də, kişilər qadınlarını, uşaqlarını yedirib geyindirməklə mükəlləfdir. İndi bu qadın cehizi niyə aparır? Yanında nə istəyir apara bilər, amma yedirtmək, geyindirmək kişilərə aiddir, mükəlləfdir. Yəni, amma indi maaşlar az olanda, sonra zəif olanda, yəni, ya da ki, məsəl üçün, kasıb olanda, kasıb ona görə olur çox ki, varlılar zəkat vermirlər. Allah deyir, varlıqda da, darlıqda da infaq edin. Yəni, Allah yolunda xərcləyən, o Allah yolunda xərcləməyənlərin hətta ayədə buyurur ki, mallarında kasıbların payı var. Haqqı var, hətta buyurur, haqqı var. Ona görə kasıblara da, yəni, bir şey nə gözəl, baxın. Sözü deyir, bir də görə. Aha, indi neçə adam bu kinoya baxdı, getdi, alkaş oldu, gəldi. Bu da şal vardı, yenilər, olmaz ya. Pakistanlılar kimi gəlmək lazım. Vəli bax, sən də bir, hələ deyil. Deməli, əgər, məsəl üçün, bunlar belədirlərsə və ikinci, zaks nə üçündə onu denər? Zaks, buradan baxın. Burada nə var, zaks var? Yəni, axmaq molla var, o yazmışdı, o bayaq kişi var. Bundan qabaq kişi baxdı, hansı Hacı Faiz var, o, nəysə, sonra Hacı Faiz boşuma vaxtda deyəsən, çəkmişsən, bilməm, çəkmişəm, yox, deyəsən, sonra, deyəsən, yaxşı, sonra, qıdaq. Deməli, təsəvvür edək ki, nəyi təsəvvür etsən, aləzə? Onu təsəvvür edək ki, bəzək durur, xoşbaxt baxılan yadına salır. Sən deyirdin, aləzə ki, Murada ki, biz mamamla heyf deyildik, gündə mahnı çəkdəydik, musiki oxudurduq. Çəkdəydim, bala indi də televizorda YouTube'a da girə bilirsən orada. Gir, bax da, kefli olub, o sigin gəlmən qoyan. Prodüser deyirlər, nə, operator deyirlər, nə deyirlər. Ondan al, o YouTube səndə də var, burada YouTube'dan götürmüşəm daha və
Mən Ermənicə danışıyorum. Azərbaycan hər rayonundan oldum. Daha bə Naxçıvanlılar demagog deyirlər, onların sözü keçir deyirlər. Daha bə az eşit daha bə demagogam ha, ayrı-ayrılar. Az sənin niyə evinə zəng eləyəndə bir dəfə musiqi səsi gəlmir. Bir dənə dünə Muradın Allah göstərməsin musiqisi idi. O nədir? Öyle mahnılara qulaq asmayın. Elə bir cinlər oxuyur. O qədər o. Keçə bir mahnılar qoy, uşaqlar da qulaq asın. Hə, Lalicə. Sən bu mahnı tap qoy, hiç mahnısı olsun. O adın tap. Bak belə bir şey yazdım. Emrlər var. Nədir? Belə bir emrlər. Bax, yazsın da kənəsi çıxacaq. Ayırzələr. Bəli, deyil, bax. Bax, bu mahnı var. Bax, Dil, Mein, Rotum, Janu'dur, nədir? Meri, Janu, Duet, Video, Songs, 30 Min, Non, Sport. Ben okuyamam, düz okumuram belki. Bak, İngilizce sen bilirsen, ben bilmem. Bak sen. Bak sen. Şimdi ise gurur əmələ gələcək. Sonra Araq magazinlərindəki pusulkalar hamısı içindəki zəhərlə bərabər baha qiymətə satılacaq. Baxdı, yenə göyə baxdı. Az dincəldi. Yenə göyə baxdı. Sözün qısası, nə itirik ki, qulaqsaq da qutarır canalı. Niyə baxmayaq ki? Hər vaxt yadında saxla. Adladı nə yanına? Mələ, sən nə bilmə həmən yerdən açdın? Həmən yer deyil, başqa yerdir. Amma dalbadal kimi. Okey, hə. Denə vələ, okey, oxudacam ama, denə. Buna özünədir. Səsi gedir bu, ha? Uzaqdan düşmüşəm. Bəli, uşaq vaxtı belə gülünsünüz, nə həmişə. Onun gözləri qıyılır, səndə amma nə idi? Bu günəş düşür qıyılır. Canım deyildim, ha. Qurban olum sənə, hey deyildim, qurban olmaram, ha. Allaha qurban olum. Qurban olmayayım sənə, qadalarını alım deyildim, ha. Qadalarını alım, ailə. Sən də balaların qadasını al, da bə. Çırpacam, ha. İşten çıxartacam, ha, səni. Deyirəm, görən atan Lalicə hansısa deyir, nə deməksin? Demagog adlandırılan adamlar var, deyirlər demagog Naxçıvanlara. Ata nədə? Ata mərəkdir orada, nə var, Lalicə? Bir sözlə Lalicə. Canımız çıxmaz da, bu mahnına baxdı. Bax, sən belə paltar geyməyin. Orada denə geyməsin belə paltar. Geyməsin. Geyməyin. Böyük günahdır. Nur surəsi 1-ci ayəni oxuyun. Müsbət vacibi. Sonra 30-cu ayəyə Murad baxsın. 31-ci ayəyə də sən bax. Yaxşı. Lalicə, bax. Böyük günahlar. Birinci, yəni orada buyurulur ki, açın baxın da. Açıb, Allah'ı sevirəm, Allah'a qurban olun deməklə deyil.
Bir də əlavə Zaks ona görə ki, əvvəl orada qeyd edirdilər də, yəqin ki, bəli, sonra yəni kəbinlərdə, indiki zakslarda yəni nə qeyd olunur, yəni bilməm o əvvəl nə qeyd edilir də, zakslara, zaksda uşaq nəzərə alınır da, yəni orada daha doğrusu uşağa dəxil olacaq sonra mal bölgüsü olanda, kəbinlə olanda, yəni evlənmək, amma başqa olur, zaksdan başqa mal bölgüsü, yəni hamısı. Axır ki, dokumental bir şeydir ki, nədir? Faktiki, bir şəkildə baxanda belə. Məsələn, mən bilməyin nə deməkdir, fikrimi yayındırmamaq üçün bunu qoyum. Niyə qoydum bunu? Bax, belən ki, qızın amma saçı. Nə demək istəyən qusar? Oğlan qaldı axı. Oğlan da, qız da xoşbəxt insan danır. Xoşbəxt olmaq üçün nə lazım? Kəbin kəsdirmək lazım deyil. Mollalar Allahdan icazə almağa ixtiyarları yoxdur. Allah icazə verir ki, kim bir-birini sevirsə, Allah belə mehribançılığı zina edənləri kimisə harasa figurasını açıbsa ona vurulanları yox. Müvəqqəti 5 günlük, 5 dəqiqəlik güya öz aralarını keyf adlandırırlar. Əslində zina nədir? Zina hamı bilir, çox mundardır. İşte Allahımız buyurur ki, onun cəzası bu dünyada, axirətdə də veriləcək və bil ki, elə bir şeydir ki, bu insan gərək mən danışamıram, niyə? Qoy söndürüm, ya söndürüm. Laylaca, elə bir şeydir ki, hey ona düşünürsən, Allah icazə verir də, yəni, amma başqasını bir adam eyni vaxtda 2 adamla evlənirsə, bu ucu zinadır. Gedib 3-cü ilə nəsə bu zinadır. Amma neyini? Bir adamı sevirsə, onunla da evlənirsə, bu zina deyil artıq. O kəbin də lazım olmasın, zaks da lazım olmasın, zina deyil. Amma zaks, məsəl üçün, zaks olmayan bir məşhurda neysə, Ronaldo. Neçə uşağı var, hər də zaksları yoxdur. Allah icazə verdiyini mollalar vəkillik edəyəm.